Bir icarə, bir şans, bir ulduz. Aron Maluda. Fransanın Eholi şəhərində dünyaya göz açıb. 20 yaşındadır. Boyu 1.83 metr. Futbola atasının da başladığı Lyon Akademiyasında başlayıb. Sonra Rennes'in gənclər komandasında formalaşıb. 2023-cü ildə Lille peşəkar müqavilə imzalayıb. 2024-cü ildə Nimə icarəyə göndərilib. Daha sonra 2025-də icarə ilə Sabaha qoşulub və 2026-cı yanvarda klub onu 250 min avroya daimi olaraq transfer edib. Bu mövsüm Sabah formasında 31 maçda çıxıb, 9 qol 5 asist edib. Premier Liqanın ən çox danışılan futbolçularından birinə çevrilib. Sol və sağ qanadda həm də hücumçu yarım müdafiəçi mövqeyində oynaya bilir. Sürəti və dribling bacarığı onun ən böyük silahıdır. Qanadda təkbətək duellərdə rəqibini asanlıqla ötüb keçir. Həm sol, həm sağ ayaqla oynaya bilməsi ona böyük sevinclik verir. İsveçrənin Basel klubu Sabahı 3 milyon avro təklif edib. Həmçinin oyunçu ilə Şotlandiyanın Celtic və İtaliyanın Sampdoria klubları da maraqlanır. Bəli, bu Sabahın necə istedad tapdığının sübutudur. Azərbaycan klubları belə gənc futbolçular tapmağa davam etməlidir. Sizcə Maluda Baseldə uğur qazanacaqmı? Yazın şərhlərdə.